Hamıya salamlar dostlar, kanalımda yenidən sizləri görməyimə çox şadam. Məni bu videoyu tanıyanlar üçün özümü təqdim edim. Mən Əzizə Məcidova, kanalımda sizlər üçün onlayn alış-verişə dair bütün maraqlı və faydalı məlumatları bölüşürəm. Eyni zamanda da gündəlik vloqlarımı sizlərlə paylaşıram. Əgər kanalıma abunə deyilsinizsə, keçid edin kanalıma bir baxın, görün nələr paylaşıram sizlər üçün. Daha sonra isə kanala abunə olmağı unutmayın. İndi istəyirəm başlayım videonun məğzinə. Bu qutu gəldi axır ki mənim əlimə çatdı. Niyə görə İpsidən sifariş eləməliyik? İpsi ümumiyyətlə nə saytıdır? Niyə görə mən buradan belə bir bağlama sifariş eləmişəm və bu bağlamanın içində nələr var? Əgər sizin də bildiyiniz belə saytlar varsa, maraqlı saytlar, hansı ki onlayn alış-veriş edirsiniz, o saytlardan çox sevirsiniz, həm faydalıdır, həm qiyməti münasibdir, hər bir baxımdan yəni yaxşıdır. Onları məndən bölüşün ki, mən də belə videolar çəkim və daha çox kütlə bundan faydalansın. İpsi gözəllik məhsullarının olduğu bir platformadır, onlayn satış platformasıdır. Gözəllik məhsulları deyəndə burada həm baxım məhsulları var, həm kosmetik vasitələr var. Mən sizə əvvəlcə göstərəcəm bunun içində nələr var, ümumi biraz məlumat verəcəm sizə. Daha sonra isə necə sifariş eləmək olar, bütün qaydasını A'dan Z'yə hər birisini sizə başa salacağım. Bu arada İpsinin saytını keçid eləmək üçün aşağı link yerləşdirirəm. Həmin linkdən daxil olursunuz, daha sonra isə qeydiyyatdan keçirsiniz. Qeydiyyat prosesi, sifariş prosesi, hər bir şey sizə göstərəcəm. Videonun sonuna qədər izləməyi unutmayın. İstifadəçi qeydiyyatdan keçir. Qeydiyyatdan keçərkən biz bir quiz doldururuq. Yəni ki, anket doldururuq. Orada biz dərimizin tipini seçirik. Nə bilim, makyaj zövqümüzü seçirik. Dəri tipimizi, dəri rəngimizi, daha çox dərimizdə nə problem varsa onu qeyd edirik. Dərəcəm görsəl olaraq sadəcə müəyyən bir məlumat istədim verim sizə. İpsinin ən böyük üstünlüyü odur ki, qızlar bilirsiniz nədir? Məhsulları biz öz qiymətinə almırıq. Necə olur bu? Məhsulları biz öz qiymətinə almırıq. Gəlin belə deyim sizə birinci növbədə. Mən buna 35 dollar pul vermişəm. 32-35 dollar pul vermişəm. Onsuz da axırda hamısını bölüşəcəm sizlərlə. 35 dollar. Amma mənə mail gəldi ki, bunun içində 247 dollarlıq məhsul var. İpsinin özəlliyi odur ki, burada abunəlik paketləri ilə fəaliyyət göstərir. Yəni 3 cür abunəlik paketi var. Biri Glam Bag-dir. Glam Bag 14 dollardan ibarətdir və cəmsi 5 dənə məhsul olur içində. Amma o 5 məhsul mini size olur. Yəni ki, mini ölçü olur. Full size olmur. Yəni böyük ölçü məhsullar olmur. İkinci bağlama isə BoxyCharm'dır. Bu mən aldığım BoxyCharm'dır. Bu olur 32 dollara. Biz komissiya ilə alanda 35 dollar təqribən gəlir çıxır, amma saytda qiyməti 32 dollar qoyulub. BoxyCharm abunəliyi hər aydır. Hər ay əgər siz o abunəliyi dayandırmasanız, hər ay sizin kartınızdan 30 dollar, 35 dollar pul çıxılır və hər ay sizə bağlama göndərilir. Hər ayında özünə görə bağlaması olur, özünə görə iç məhsulları dəyişir. Amma bundan qorxmayın. Yəni bir dənə məhsulu alırsınız mənim kimi, alandan sonra alan kimi də abunəliyi ləğv eləyə bilərsiniz və yaxud da gəlsin çıxsın əlinizə, ondan sonra abunəliyinizi ləğv eləyə bilərsiniz. Yəni heç bir problemi yoxdur. BoxyCharm'ın içində 5 tam ölçü məhsulu, yəni full size məhsuldan 3-ünü siz özünüz seçirsiniz. Özləri hər ay, yəni ki, əgər hər ay edirsiniz, məsələn, mən bu may ayının boxudur. May ayının qutusunu almışam. May ayının, belə deyək, full size məhsullarını mənə göstərdi. 7 dənəmi ya 10 dənəmi dəqiq bilmirəm. Onları da çəkmişəm, göstərəcəm sizə. Məhsullar mənə göstərdi. Mən də o məhsullar içərisindən mənə özümü istədiyim 3 dənə full size məhsulunu seçdim. 2 dənə məhsulu isə özü qoyub. Yəni xəbərim yoxdur içində. Yəni indi açacağıq, sizdən görəcəyik. Növbəti bağlama isə Icon Box-dur, qızlar. Icon Box-un içində qızlar 8 full size məhsul olur. Fərqli bahalı, belə qəşəng, belə viral olan məhsullar olur. 8 məhsul və onun qiyməti 65 dollardır. Amma onun içində, yəni təsdiq edir ki, onun içində məhsullar 300 dollardan yuxarı olur. Çox uzatmadan gəlin bunu açaq. Çünki özüm çox həyəcanlıyam. Məhsulu, yəni bağlamanı götürəndə işte qızlar gördülər. Dedilər, Əzizə, nə vaxt bunu açacaqsan? Aç baxaq. Dedim, yox, mən bunu izləyicilərimlə bir yerdə açacağım. Belə bir içliyi var. Üstünü sizə göstərdim də məncə. İçi belədir. BoxyCharm may 2025. Mənə görə içində nə var? Biz 35 dolları nə almışıq? Pink Diamond. Qiymətlərin bu lifting oil'dur. Bunu deyəsən özüm seçmişdim. Bu lifting oil'da baxın. Tərkibi vitamin C, marshmallow root, diamond powder.
Bu full size olan məhsullardan biridir. Ay, iyi, çox qəşəngdir. İyi, çox qəşəngdir. Açığı mən bunların heç birinin məncə qiymətini bilmirəm. Realda qiyməti nə qədərdir. Amma qırağa araşdırıb kənarlara yazacağım. Görə bizi aldatmayıblar. Sonra Fenty Fenty'dən qızlar belə bir scrub seçdim. Fenty'dən belə bir scrubdur. Bu da viral olmuş bir məhsuluydu. Hələlik buradan eləyim. Baxın görüm. Ay, iyi, çox qəşəngdir. Cherry iyi gəlir. Gilas iyi. Mənim dərim biraz həssas dəridir. Skrablar belə möhkəm olanda dərimi cıza bilir. Ona görə həm də dərim quru dəridir bu arada. Ona görə indi tam dəqiq bilmirəm. İndi eləyib baxacağım, görüm effekti necədir. Bu belə, bu ikinci məhsulumuzdur. Daha sonra belə bir Violet Voss'dan Disco Drip Tempaleti. Ay, maraqlıdır bu da. Mən orada tempaletləri içərisində seçmişdim. Bu rənglər belə disko tərzi rənglər seçmişdim. Çünki belə bir paletim yox idi və belə palet istəyirdim neçə vaxtı. Baxın, belə bir şeydir. Bu da belə rənglərdir. Əslində rəngləri çox qəşəng. Mən belə bir rəng istəyirdim. Hara sürtüm? Gəlin bura sürtüm. Çox hələ pigmentli bir şey deyil məncə. Hə, belə bir şeydir. Bu rəngdə qəşəng olmalıdır. Ay, bu çox qəşəngdir. Bu hansıdır? Mirror Bell. Əminəm ki, buradakı bu Galaxy Glow-la görülməsi, yəni yaşılla göyü mən istifadə eləməyəcəm deyə düşünürəm. Amma belə palet yoxum idi və həqiqətən də istəyirdim. Çünki mən bütün tempaletlərim hamısı nude tonlar, hamısı qəhvəyi tonlardadır. Qara, ağ, qəhvəyi, nə bilim krem rəngi, tünd qəhvəyi, açıq qəhvəyi bu tonlardadır da. Sonra deməli qızlar, bu Glow Recipe'dən serumdur, amma rəngli serumdur. Deməli bunu biz nə vaxt istifadə edə bilərik? Deyir ki, gündəlik üz baxım rutininizdə sonuncu mərhələ kimi istifadə edə bilərsiniz. 1-2 pompa götürürsüz və üzünüzə tətbiq eləyirsiniz, boynunuza tətbiq eləyirsiniz. Eyni zamanda siz bunu fondötenlə, nədir onun adı, tonal kremlə də deyir qarışdırıb tətbiq edə bilərsiniz. Üzünüzü həm nəmləndirir, həm sağlam görünüş verir, həmçinin də parlaqlıq verir. İndi açaq baxaq görək bu nədir. Amma paketlənməsi çox qəşəngdir qızlarına baxın. Hələ içinə baxın. Qarpızlar. Qızlar, bunun 2 rəngi var idi. Mən artıq bunu mən seçmişəm. Bu üçünü baxın. Bu 3 məhsulu mən seçmişəm. Orada deyir, sən özün seç 3 məhsulu. Üçünü mən seçmişəm. Amma bu və bunu, indi bu göstərəcəm burada, özləri qoyublar. 5 dənə məhsuldur da, sizə demişdim. Hə, gəlin baxaq görək bu nədir belə. Bax, belə bir şeydir. Baxın, bunun 2 rəngi var idi. Mən əslində öz dəri tonumu istəyirdim. Amma tapa bilmədim. Ona görə bunu istədim ki, makyajın altından vursam, baxın, çox bir şey bilinməyəcək. Biraz zagar alandan sonra məncə vura bilərəm. Görsünüz, rəngi itdi, yəni. Elə bir rəngi qalmayı var. İylərini çox bir... Ay, daha nə qəşəngi var. Qarpızlı saqqız iyi gəlir, amma qarpızlı saqqızdan da daha fresh bir iyi var. Bunu da çox bəyəndim. Qiymətlərin hər birisini buralara yazıram ki, məlumatlı olaq ki, həqiqətən də mi bunlar mənə 247 dollarlıq şey göndərib. Özüm bunlara bu qədər pul verər miydim? Verməzdim təbii ki. Bu olmasaydı yaşayardım. Bu palet olmasaydı mən gözümə nə sürtərdim? Sürtərdim başqa şeylərdən, yəni bu da olmasaydı olardı. Bu scrub olmasaydı okey olardı. Bu
Belə bir şey istəyirdim. Açığını desəm, lifting oil istəyirdim. Üzümü həm masaj eləyəndə, həm nə bilim gündəlik üz baxım rutinimdə istifadə etmək üçün məncə ən içindən çox bəyəndiyim məncə bu çıxdı. Bunu daha çox bəyəndim. Gloss Modern. Deyəsən düz oxudum. Clean Luxury Perfume Travel Spray. Belə gedir. Səyahət spreyi. İnşallah ki, iyini bəyənərik. Açaq baxaq. Ay qızlar, açığın deyim, elə bilirdim içinə bir-iki dənə mini size nəsə atacaqlar. Sən demə elə bundan ibarət imiş. Aa, nə qəşəngdir. Aha. Ay, çox qəşəngdir. Çox qəşəngdir. Ay. Çox qəşəng iyi var. Allah haqqı. Nəyə izah eləyim? Necə bir izah eləyim bilmirəm. Belə qızlar, içindən çıxan məhsullarım bunlardır. 5 dənə məhsuldur gördüyünüz kimi. Bunlara mən vermişəm 35 dollar. Onu da qeyd edeyim ki, 13 manat 24 qəpikdə mən bunların çatdırılmasını ödəmişəm. Asikargo ilə gətirmişəm. 13 manat 24 qəpik bunların çatdırılmasına pul ödəmişəm çəkisinə görə. İndi ola bilər ki, sizə daha ağır məhsullar gələr, biraz çəkisi çox gələr, ya başqa kargo seçərsiniz, tarifləri fərqli olar. Məndə indi bu gələn məhsulların çəkisinə görə çəkisini çəkiblər orada və 13 manat 24 qəpik mən daha doğrusu pul tutdu bunlar. Siz bu pulu verərdiniz bu məhsullara ya yox? Rəyləri yazmağı unutmayın. İndi isə dostlar, keçək. Mən bunları necə sifariş eləmişəm, hər birini A-dan Z-yə izah eləyəcəm. Aşağıda sizin üçün link yerləşdirmişəm. Mən də buradan keçid edirəm həmin linkə. Gəldi bizi çıxartdı İpsinin saytına. Baxın dostlar. Burada yuxarıda Get Started var, yəni başlamaq var. Baxın, burada siz dəri tonunuzu seçirsiniz. Mən dəri tonum light'dır. Gözünüzün rəngini seçirsiniz. Daha sonra saçınızın rəngi. Sual verir ki, siz make-upla, yəni makyajla özünüzü necə hiss edirsiniz, necə rahat hiss edirsiniz. Very comfortable, yəni bu o deməkdir ki, mən make-upda proyam, yəni hər şeyin ən yaxşısını bilirəm, make-up barədə, makyaj barədə, yəni hər şeyin də ən yaxşısını eləyə bilirsiniz. Somewhat comfortable o deməkdir ki, make-upı sevirsiniz, makyajı sevirsiniz, amma daha yaxşısını axtarırsınız, yəni sizə uyğun olanını axtarmağa çalışırsınız. Not very comfortable o deməkdir ki, siz çox nadir hallarda make-up eləyirsiniz, çünki siz nəyi necə eləyəcəyinizi tam da bilmirsiniz. Mən bu ortadakını seçirəm. Daha sonra deyir ki, adətən siz hardan alış-veriş edirsiniz? Ola bilər ki, bunların heç birisindən siz adətən alış-veriş eləmirsiniz, amma gəlin seçək. Mən Sephora'da seçirəm, Ulta'da, Walmart'da, Target'də seçirəm. Baxın, bu Magna Kills'i mütləq seçin. Sonra buradan ən çox tanıdığım bunlardan, ona görə mən bunları seçirəm. Amma istəsəniz başqa bir şeyləri seçə bilərsiniz. Next elədim. Baxın, burada dostlar, tez-tez keçəcəm ki, sizin də vaxtınızı çoxalmayım. Hansı makyaj məhsullarını hansı sıxlığına istifadə edirsiniz? Məsələn, maskara. Məndə qaynaq olduğuna görə məsələn, mən demək olar ki, istifadə etmirəm. Burada 3 seçenek var. Rarely, yəni çox nadir hallarda, sometimes, yəni bəzən, often isə tez-tez. Mən rarely seçdim. Qaşlar üçün sabitləyici çox nadir hallarda. Eyeshadow sometimes bəzən eləyirəm. Eyeliner də bəzən eləyirəm. Lipstick də bəzən eləyirəm. Liquid lipstick də eyni zamanda bəzən lip gloss-u daha çox sevirəm, daha tez istifadə edirəm. Lip plumper çox nadir hallarda istifadə edirəm. Lip liner isə often daha tez istifadə edirəm. Gəldik eyeshadow-a. Baxın dostlar, mən naturaldan bu plumbu seçirəm buradan. Bu tonları daha çox sevdiyimə görə. Daha sonra eyelinerdan qaranı seçirəm. Daha çox qaradan istifadə edirəm. Dodaqda isə natural tonları istifadə edirəm adətən. Ona görə onu seçirəm. Siz istədiyiniz şeyi dördünü də seçə bilərsiniz. Hətta bu belə deyim. Mən birini seçirəm. Çünki göndərəndə istəyirəm o tərz şeylər göndərsin. Primer adətən istifadə edirəm orta. Concealer da adətən orta. Foundation test istifadə edirəm. CC orta. Powder çox nadir hallarda mənim dərim qurda çox da mənə getmir. Blush test istifadə edirəm. Highlighter test istifadə edirəm. Bronzer, contour bunu da test. Brush tools istifadə edirəm. Amma istəyərdim ki, mənə daha başqa şeylər göndərsin. Amma nəysə sometimes qalsın. Dırnaq isə demək olar ki, həmişə qaynaq olur. Ona görə realını seçdim. Blush'ın tonlarını seçirəm. Pink tonları sevirəm. Bir də peach, yəni ki, şaftalı tonlarını daha çox sevirəm. Nail polish məcburam bunu seçəcəm. Natural tonu seçirəm. Bir də qırmızı. Daha sonra skincare gəldik, yəni üz baxım vasitələrinə gəldik. Üz təmizləmə vasitələrindən tez istifadə edirəm. Cleaning oillardan çox nadir hallarda istifadə edirəm. Nəmləndirici demək olar hər zaman istifadə edirəm. Sheet mask məncə hamının tez istifadə etdiyi bir şeydir. Wash off mask da ki tez istifadə edirəm. Qızlar bunu bilmədim. Bu da belə qalsın. Serumlarda orta face oil istəyərdim. Toner mist bunu da tez istifadə edirəm. Belə tez gedək. Akne çox elə üzüm akneli deyil. Amma gəlsin sometimes qalsın. Daha sonra hair stylingdən çox nadir hallarda. Hair treatment, okay. Often self toner, body scrub, hand cream sometime, body butter lotion mən tez istifadə edirəm. Bu da ki ətirdə olsun often.
Ətri qızlar, bunların hamısını seçəcəm. Çünki mənim ətir anlayışım biraz fərqlidir. Yəni hər bir tonu həm spicy, həm gül qoxuları, həm fresh, həm şirin, həm də woody, yəni ağac tonları, odunsu tonları da sevdiyimə görə hər birini seçirəm. Next basıram. İndi Allaha pənahına göndərəcəklər. Daha sonra Benefit'i seçirəm, buradan Elf'i seçirəm. Mənim ən çox istifadə etdiyim şeylərdən seçirəm, amma istifadə etmədiklərimi seçəcəm. Glam Glow seçirəm, Estee Lauder seçirəm, sonra Kiehl's seçirəm, L'Oreal, NARS, NYX, sonra Makeup Forever, Smashbox, The Balm, Tarte, Tom Ford, daha sonra Saint Laurent, digərlərində məncə seçək, bilmədiyimiz, amma məncə Colourpop seçirəm buradan. Amma bunlardan məsələn almamışam məncə, amma yenə də seçirəm ki, Maybelline qalmışdı, Milani. Milani da mənim tonal kremim olub, çox qəşəng olub. Neyse qızlar, bunu seçin, next elədik. İndi gəldik dərimizin tipinə. Ki, yəni bizdə özümüzdə qızarıqlıq varsa redness'i seçirik. Məsələn, akne, yəni ki, səpkilənməyə meyillidirsə, akneni, blemishes, akneni seçirik. Daha sonra məsələn məndə quruluq var, dryness. Məndə məsələn quruluq var, dryness. Yəni aşırı quruluq var məndə, ona görə onu seçirəm. Əgər yağlıdırsa siz də baxın, bunu seçəcəksiniz. Oilness seçəcəksiniz. Large pora, yəni ki, böyük poralarınız var, onu seçəcəksiniz. Mən hələ ki bunları seçirəm qızlar. Next-i basıram. Saçım mənim necədir? Quru və zədəlidirsə, dry damage seçirəm. Freeze-də, yəni ki, belə şişdi mənim saçım, onu seçirəm. Əgər saçınızda tökülmə varsa, split ends seçə bilərsiniz. Extreme curly, yəni ki, daha extreme curl, yəni ki, daha belə ekstrem şəkildə buruqdursa, onu seçə bilərsiniz. Məndə çox elə buruq deyil. Voluma ehtiyacı varsa, bunu seçirəm. Mənim saçım volumludur, ona görə bu ikisini seçirəm və next-i basıram. It's on. Aha, qızlar. İndi gəldik bura. Burada nə edirik? Deməli qızlar, bura mailimizi yazırıq, kodu yazırıq, yaşımızı seçirik. Bir də nömrə istəsəz yaza bilərsiniz, istəməsəz yazmaya bilərsiniz. Yəni optionaldır, tercih sizin tərcihinizə qalıb. Daha sonra bunu basdıqdan sonra create profile eləyirik və bizim profilimiz artıq yaradılır. Profilinizi yaradan kimi sizə burada deyir ki, choose your beauty plan. Yəni siz öz planınızı artıq seçməlisiniz burada. 32 dollara Boxy Charm'dır, 14 dollara Glam Bag'dir və 46 dollara combined birləşdirilmiş nəsə belə aylıq bir şeydir. Amma bu Icon Box deyil. Icon Box 60 dollar, 65 dollar və o hər ürübüdə bir dənə olur. Yəni il ərzində səhv eləmirəmsə 4 dəfə olur. İndi hal-hazırda olmadığına görə mən belə başa düşürəm ki, combined bir 46 dollarlıq bir qutu yaradıblar. 270 dollardan üstə olacaq bunun içəriyi. Amma mən yenə də 32 dollara bu Boxy Charm'ı seçəcəm və next-i basıram. Burada deyir ki, upgrade your plan, yəni ki, öz planımı daha da yüksəlt. Amma no thanks eləyirəm və keçirəm. Burada artıq qızlar biz nə edirik? Buradan seçə bilərsiniz, PayPal-la ödənişi seçə bilərsiniz, Apple Pay-ilə və yaxud da ki, kredit kartı ilə seçə bilərsiniz. Biz artıq burada ship to nə deməkdir? Yəni hara göndəriləcək? Biz təbii ki, Amerikanın içində bir yerə göndərəcəyik. Onun üçün də bizə kargo şirkəti lazımdır. Mən Asia Express-lə eləmişdim. Asia Express-lə eləyəndə necə eləyirik? Gəlin sizə göstərim. Mən burada sizə indi dostlar öz müştəri kodumu göstərə bilmərəm. Çünki mənə də kargodan deyilib ki, qətiyyən öz müştəri kodunuzu paylaşmayın. Çünki mən bundan bağlı problem yaşamışam dostlar. Bilirəm hər kəsə güvənirəm mən öz izləyicilərimə, amma çox təəssüflər olsun mən problemlər yaşamışam. Öz müştəri kodumu paylaşmışam. Ondan sonra biraz başım ağrıyıb. Ona görə indi sizə müştəri kodumu falan heç bir şeyimi göstərmirəm. Amma siz keçid edirsiniz sizin kargo şirkətinizə, onun Amerika ünvanını tapırsınız. Ünvanların hissəsindən Amerikanı tapırsınız və burada sizin ad, soyad, ünvan məlumatları, şəhər, ştat, hər bir şey, poçt indeksi, hər şey qeyd olunub. Burada olduğu siz bu hissəyə yazırsınız. Adres line 1, adres line 2. Əgər hər hansısa bir narazılığınız, hər hansı bir daha doğrusu sualınız varsa, birinci növbədə istəyirsiniz siz yazın rəylərdə suallarınızı, mən sizə kömək eləyəcəm. Amma sırf kargo şirkəti ilə bağlı sualları siz çalışın ki, kargo şirkətinin özünə verin. Çünki siz onlara pul ödəyirsiniz və sizə də köməklik göstərə bilirlər onlar. Yəni burada ayıb və yaxud da səhv bir şey yoxdur. Kargo şirkətlərinə yazanda hər biri sizə köməklik göstərəcək. Burada bütün məlumatları doldurursunuz. Bunu Delaware-də məncə bunu seçirəm. Eynən orada olduğu kimi zip kodumu da qeyd eləyirəm burada. Kargo şirkətində zip kod belə yazılıb, amma görürsüz ki, bunu qəbul eləmir. Ona görə mən bunu buradan silirəm. 6 idi də deyəsən. Baxın, bunu qəbul elədi. Adres line 2-də siz zip kodu tam olaraq yaza bilərsiniz. XX olaraq qeyd eləmişəm. Asia XXX niyə görə qeyd eləmişəm? Çünki bu mənim müştəri kodumdur. Adres line 1-də birinci hissəsi müştəri kodunuz olur. Asiya bir də müştəri kodu, ikinci hissəsi belə olur. Yəni ona diqqət eləyin. Çünki mən bəzən yazanda götürüb mənim müştəri kodumu yazırlar. Ona görə qorxumdan belə X-lər qoymuşam ki, hər kəs öz müştəri kodunu yazmalıdır. Yəni onsuz da orada qeyd olunur tam şəkildə. Adres line 2-yə də yenidən birinci xanada olduğunu bura kopyalayıb yapışdıra bilərsiniz və zip kodunuzu tam şəkildə bura qeyd edə bilərsiniz adres line 2 hissəsinə. Daha sonra isə burada artıq heç bir xüsusi bir şey qalmır. Düppədüz buranı qeyd edəndən sonra burada kart məlumatlarınızı qeyd edirsiniz və place order edirsiniz və bununla da siz sifarişinizi tamamlamış olursunuz. Və qızlar, sifarişim tamamlandı, məndən də pul çıxıldı və burada bildirildi ki, bir müddətdən sonra mənə mail gələcək və mən ondan da 3 məhsulumu özüm seçəcəyəm. Qızlar, baxın, may ayının 3-də mənə İPSİ-dən belə bir mesaj, daha doğrusu belə bir mail gəlir ki, artıq
sən bu seçarımın üçün 3 məhsul seçə bilərsən. Baxın, burada 2 dənə məhsul səndimi mənə göstərirmiş. Mənim də xəbərim yox, elə bilirdim, elə belə şəkil olaraq qoyub. Səndimi orada artıq templatedə göstərirdi ki, sənin qutunun içində bu template və bu ətir var. Yazılıb ki, choose your first product, yəni birinci məhsulu seç. Burada var First Aid Beauty, göz üçün olan bir krem idi, biri Glow Recipe idi, biri maskara idi, bir də Olaplex'in belə dry mist idi. Kaş onu seçə bilərdim, amma artıq onu tükətmişdilər. Çox adam onu seçdiyinə görə artıq ilk məhsulum olaraq bu üçündən birini seçməli idim. Mən də ona görə Glow Recipe seçdim. İkinci seçməli olduğum məhsullar içərisində Huda Beauty'nin lip glossu var idi. Daha sonra isə bu Pink Diamond var idi. Pink Diamond lift oil mən çoxdan da istədiyimə görə sırf elə bunu seçdim. Elə yaxşı ki də seçmişəm. Həqiqətən keyfiyyətini də çox bəyəndim. Amma Morphe'un bu templatedə çox qəşəng idi, amma heyf ki onu da artıq bitirmişdilər. Üçüncü məhsullar içində məncə çox qəşəng şeylər var idi. Həm concealer qəşəng idi, həm orada korrektor var idi. Daha doğrusu cheek üçün, yəni yanaq üçün olan şeydi, qəşəng idi məhsul. Bir də ki Fenty'nin bu skrabı da çox möhtəşəm idi. Bunlar arasında çox qaldım, amma Fenty'nin bu skrabını seçdim. İnternetdən bir dənə video tapdım sırf bu rəngli serum haqqında. Baxın, mən aldığım budur. Biraz bronzlaşdırır elə bir rəngi. İstifadə elədim, özümdə baxdım. Əslində çox bəyəndim, çox xoşuma gəldi. Amma istərdim ki, bu tərəfdə olan, bu pink tonda olanı alardım kaş, amma təəssüf ki o yox idi. Amma bu birisindən də razı qaldım. Yəni ki, heç də peşman deyiləm. Və qızlar, bağlamanızın sifarişini eləyəndən sonra, hər bir şey tamamlanandan sonra belə siz artıq girib öz bağlamanızı proqram üzərindən takib edə bilərsiniz ki, hardadır. Bəli dostlar, bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Sizlərin hər birinizi sevirəm. Kanala abunə olmağı unutmayın. Hələlik.